Bizim mövzumuz insan həyatına hakim olan ilahi qaydalardır. İlahi sünnətlər, ilahi qaydalar haqqında olacaq. Çox geniş mövzudur. Ola bilər ki, bu mövzu aylarla davam eləsin. Bugünkü söhbətimiz bu mövzuya müqəddimədir. Doğru yaşamaq istəyən insan, doğru şəkildə bəndəlik eləmək istəyən insan, ilk növbədə həyata hakim olan qaydaları, qanunları tanımalıdır. Varlıq aləminə və insan həyatına hakim olan qaydaları tanımadan yaşamaq praktiki olaraq mümkün deyil, lazımi səviyyədə yaşamaq. Necə ki, insan oyun qaydalarını bilmədən hər hansı bir oyunu oynaya bilməz, eləcə də həyatın qaydaları var ki, onları öyrənmədən insan həm doğru yaşaya bilməz, həm doğru bəndəlik eləyə bilməz. Elə bil insan futbol meydançasına daxil olub, oynayır. Məsələn, qol vurur, deyirlər ki, offside-dən qol vurdum məsələn. O deyir ki, offside nədir? Mən zəhmət çəkmişəm, topu almışam, qaçmışam, bu qədər əziyyət çəkmişəm, topu da qapıya vurmuşam. Nə qədər əziyyət çəkmişəm mən. Deyərlər ki, sənin əziyyət çəkib çəkməməyin burada hesablanmır. Burada sən qaydanı pozmusan, bu da sayılmayacaq sənin topun. Ged oyun qaydalarını öyrən, sonra gələrsən, icazə verirlər, oynayarsan. Yaxud məsələn, top yan xəttdən çıxsın, oradan, çünki mən fərqi yoxdur, oradan vurmuşam, sayılmalıdır. Eyni ilə bəzi insanların həyatda davranışı bu şəkildədir. Həyatın qaydalarını bilmədən yaşayan insanın intizarları yanlış olur, bəndəliyi yanlış olur. Ümumiyyətlə, özünü toparlayıb düz yaşaya bilmir o insanlar. Həyatın qayda qanunları var. Onları öyrənmək və bilmək lazımdır. Fərz eləyin, insan Allaha inanır, Allahı qəbul edir, iman sahibidir. Amma həyat qaydalarını bilmir. Bu insanın həmişə Allahla və onun dini ilə problemləri olacaq. Həyatın qanunlarını tanımayan insanın dindarlığı naqis olacaq. İmanı olsa belə həmişə Allahla münaqişədə olacaq qəlbində. Nəsə bir problemə düşəndə deyəcək, niyə axı mənim başıma gəlməlidir bu? Niyə mən bu çətinliyə düşməliyəm? Həyatın qaydalarını bilsə, bilər ki, niyə axı sənin başına gəlməsin? Bu sual daha doğru olar. Nə səbəbdən sənin başına gəlməsin? Deyir, sən ölmə, mən ölməyim, bəs kim ölsün? Heç kəs ölməsə, bəs kim ölsün? Bəzi insanlar problem başına gələndə elə bilir ki, ancaq bunun üçündür bu. Niyə axı mənim başıma gəlir? O, hamısı bilməməzliyin nəticəsidir. İman təklikdə insanı idarə eləməyə kifayət eləmir. Ümumiyyətlə, mən bir söz deyim sizə, biz imanı lazım olduğundan çox yükləyirik. İman bu qədər yüklənməməlidir. Biz hər şeyi imanın üstünə yükləyirik. İmanın da bir ölçüsü var, bir çəkisi var, tutumu var. Həyatın qaydalarını bilmədən iman hesabına yaşamaq olmaz. Biz bəzən bilməməyimizi imanla kompensasiya eləməyə çalışırıq. Çox mühüm nöqtədir, inanın. Bəzi şeylər var ki, imandan onu tələb eləmək lazım deyil. Doğru yanaşsan, özünə həll olacaq. Biz çox bilmədiyimiz şeyləri ki, qaranlıqdır bizim üçün, imanın üzərinə yükləyirik deyə imanımızın gücü çatmır. Elə bilirik ki, bizim imanımız zəifdir. Zaten belə olmamalıdır ki, hər şeyi imanın üzərinə yükləyəsən, imandan intizarın olsun hər məsələ ilə bağlı. Çox vaxt biz gəncləri nəsihət edirik ki, məsələn, imanlı ol, əxlaqlı ol, səbr elə, qiyamətdə əvəz verəcəklər. Amma həyat qaydalarını anlamadığı üçün sənin nəsihətlərin ona təsir göstərmir. Biz mücərrəd danışmaqdan qurtulmalıyıq nəhayət ki, praktiki şəkildə izah eləməliyik hər şeyi insanlara.
Hər şeyi niyə insanların imanının üzərinə yükləyirsən? Sən həyatı başa sal, onun çətin hesab elədiyi asan gələcək ona. Bu qədər səbir deməyə ehtiyac olmayacaq. Onu təbii qəbul eləsə, bu qədər də sənin nəsihətinə ehtiyacı olmayacaq. Ancaq deyirik ki, axirət var, onun əməlinin əvəzi var, imtahanların əvəzi var. Səbr elə deməyin əvəzinə bəzən sadə qanunları ona izah eləmək lazımdır. Ona qaranlıq gəlir və səbrin üzərinə yüklənir, səbirdə davam gətirmir. Eyni ilə oyun qaydaları olduğu kimi həyatın da qaydaları var. Mömin olasan ya kafir fərq eləməz. Dünya çətinliklər evidir. Mömin olasan ya kafir fərq eləməz. Dünyada qaranlıq, anlaşılmaz mövzular var. İstər mömin olasan, istər kafir. Bunları bilsən, təbii gələcək sənə. Tərbiyə prosesində uşaqları həyata hazırlamaq lazımdır. Uşaqlara həyatın qaydalarını izah eləmək lazımdır. İnsanların dinlə probleminin bir çoxu, inanın mənə, təcrübəmə inanın, qarşılaşıram mən insanlarla, insanların dinlə problemlərinin bir çoxu həyatı və qanunlarını tanımamaqdan yaranır. Həyatı tanımamaqdan yaranır. Başa düşsə bir çox çətin gələn şeylər rahat olar. Biz hər çətinlik zamanı hey iman, axirət, qiyamət bu qədər yüklüyür. Halbuki məsələlərin praktiki həlli var. İman hər bir halda insana kömək eləyir. Amma bildikdə daha az imandan çox çətinlikdən keçə bilirik. İmanın az dərəcəsi ilə. Necə ki, məsələn, bir narahatçılıq insanın cismində yaranır. İnsan pis olur, narahat olur. Həkimə gedir, həkim deyir ki, təbiidir bu yaşda. Vəssalam, bu ilə aram oldu. Deyir, bu yaşda bu şeyin olmağı təbiidir, özü narahat eləmə. O kifayətdir ki, onu rahat eləsin. Bildi ki, bu təbiidir. Həyat qaydaları da belədir. Bir hadisə baş verib, elə bilirsən nəsə olub, əvvəldən bilsən ki, təbiidir, təbii də yanaşarsan. Əvvəldən başa düşsən ki, təbiidir. Hey imanımızla özümüzü səbrə vadar edirik, bəzi yerlərdə bu qədər də təlaşa ehtiyac yoxdur. Əvvəldən bilsən ki, təbiidir, çox məsələlər həllini tapar. Necə təbiətin qayda qanunları var, həyatında qayda qanunları var. Bir dəfə göstərdilər, mən sosial şəbəkələrdə baxırdım, bir uşaq idi, körpə, ilk dəfə qar görürdü. Görərdiniz ki, məsələn, mən baxan olub ona, qar görür ilk dəfə. O elə bilir ki, nəsə qeyri-adi bir şeydir. Sonra artıq biləcək ki, qışda qar yağar. Biz də əvvəldən başa düşməliyik ki, bu hadisə olacaq. Qar necə təbiidir, sənin üçün müəyyən hadisələrdə qaydaları bilsən elə olacaq və sən təəccüblə baxmayacaqsın ki, nəsə hadisə baş verib, göydən ağ şeylər tökülür yerə. Ağ nədirsə, uşaq qəribə təlaş içində baxır. Həyatın da qayda qanunları belədir. Və mən nuammiruhu nunəkkissu fil xalq qaydadır bu. Deyir, kimə ömür versək, cismi əldən düşəcək. İstir peyğəmbər olasan, istir firon olasan. Fərq eləmir. Bu təbiətin qanunudur. Həyatın qaydasıdır. Qaydaları bilmək lazımdır və həm də qaydaları bəzən bilmək yox, tez-tez yad eləmək də lazımdır. Qaydalar yada salınmalıdır. Bəzi əfsanələrdə var ki, fil saxlayan adamlar çəkizlə filin başına vura-vura yol gedirlərmiş güya. Məsələn, nə üçün? Filin yadına Hindistan düşməsin. Hindistan düşəndə darıxacaq, getməyəcək. Biz insanlar bəzi şeyləri, bu qaydaları nəinki bilməliyik, bəzilərini təkrar yada salmalıyıq. Niyə görə? Çünki biz bəzən xoşlamadığımız şeyləri unutmağa meyilliyik. İnsanda belə bir psixoloji cəhət var. Bir şey ki, xoşlamırıq, istəyir onu yaddan çıxardaq, unudaq. Vay o gündən insan bir şey istəmədi.
Bir xəbər var, istəyir ki, istəmir onu doğru xəbər kimi qəbul eləsin. Bir məsələ var, deyir, istəmir o doğru olsun, düz olsun. Onu təkzib eləmək üçün nəzəriyyə beynində hazırdır. 100 dənə dəlil gətirəcək, ağıllı danışacaq. Halbuki onun hamısını araşdırsın, görəcəksən sadəcə bunun doğru olmağını istəmir. Bir dənə nəzəriyyə, fəlsəfi düşüncə meydana gəlir bu istəyin nəticəsində. Bütün bu çox insanlar deyir, mənim aləmimdə belədir. Məncə belədir. Bu məncələri, mənim aləmimdələri araşdıranda görürsən ki, onun arxasında o məncə fikir deyil, istəkdir. Fikrə diktə eləyir. Qəbul etmək istəmir, məncə yaranır. Məncə içində 100 dənə dəlil düzəldir. Bir aləm düzəldir. Çox insanların çox məsələlərə yanaşması budur. Ona görə deyir ki, bu qaydaları sən nəinki bilməlisən, həmişə yad eləməlisən. Çünki sənin xoşuna gəlməyən bəzi qaydalar var ki, onları unutmağa meyillisən. Yavaş-yavaş özün öz yalanına inanacaqsan, deyirsən, belə bir şey yoxdur. Belə bir şey yoxdur.